Cahil ola bizə ağıl öyrətməyə çalışır. Malı anlatır gibi. Mənim anam 35 il stajı olan pediatrdır. Hələ də çöpçülərlə və Rəqabətdədir. mübarizə aparır. Mən a priori olaraq qəbul edirəm ki, sən artıq Bunu bilirsən. bunu bilirsən, mən ona görə izahımı edəcəm. Sən ChatGPT-dən ağıllısanmı? Siz də mən də birinci qız olmuşuq. Bu cür ifadələrə görə məsuliyyətə cəlb olunma olsa əla. Şablon zaten qadın bədənidir. Ortada qalmışıq. Həqiqətən ortada qalmış. Sovet dövründə yarımqalpaq bir diplom alıb. Və Sovet İttifaqı Azərbaycan xalqının başına gəlmiş ən iyrənc şeylərdən biridir. Bala özünüzü niyə cırırsınız? Yoxdur Quranda belə bir şey. Sənin başa düşdüyün başqa dil yoxdur. Niyə palasa deyim, mən Azərbaycanda yaşayıram, mən Moskvada qalmıram axı. Hər vaxtınız xeyir olsun. Bugünkü qonağımız elmi kütləvi bloger Vüsal Yusufovdur. Xoş gəlmisiniz Vüsal bəy. Xoş gördük. Necəsiz? Yaxşı, yavaş-yavaş. Biz bu çəkiliş səhər eləyirik. Yəni 9-10-da yuxulu gəlmişik. Hə, biraz var, amma yəni məncə elə səhər tezdən nə fikirlər varsa hamısını rahatlıqla deyə biləcəyimi ümid edirəm. Çünki axşam da yorğun olursan, səhər də yorğun olursan, amma səhər daha faydalıdır deyirlər. Ona görə səhər söhbət eləmək məncə daha yaxşı olar. Vüsal bəy, bu elmi kütləvi blogerlik də bir maarifçilikdir təbii ki. Düzdür, əslində Azərbaycanda belə bir əksər kəsimdə düşüncə var ki, maarifçilik elə 100-150 il bundan qabaq olan bir fəaliyyət idi. Əlifbanı öyrətmək idi, qəzet belə deyək, nəşr eləmək idi, kitab yazmaq idi. Ona görə bu gün məsələn bizim kimi insanları maarifçi olaraq görməyənlər var, amma nəticədə bu gün əvvəllər əlifba öyrədilirdisə, indi algoritmlərdir, süni intellektdir, digital dünyadayıq belə deyək. Ona görə əslində maarif nədir? Ərəbcədən gəlir, bilmək, öyrənmək, belə deyək, idrak və s. O baxımdan maarifçilik əslində bildiyini, öyrəndiyini paylaşmaq və cəmiyyətə töhfə vermək bu və ya digər formada. Yəni bu fəaliyyət özü bir maarifçi fəaliyyətdir. Nəyə gətirirəm sözümü? Deməli, keçən həftələrdə millət vəkili Fazil Mustafa ilə həm söhbət olduğumuz zaman o belə bir fikir işlətdi. Dedi ki, bizim maarifçi potensialımızla cəhalət potensialımıza baxsaq, bizim son 100-150 ildə bura gəlməyimiz bir möcüzə olaraq dəyərləndirilə bilər. Yəni o qədər əslində cəmiyyətimiz geridədir. Siz nə düşünürsünüz? Sizcə bizdə cəhalətmi daha güclüdür, yoxsa maarifçi o cəhaləti yenmək üçün maarifçi potensialmı? Əslində bizdə belə bir böyük bir əslində qalsa qlobal bir problemdir. Nəinki bizdə, ümumiyyətlə fikir verirəm, sezirəm də bütün postsovet ölkələrində bu problem var, amma sırf bizim ölkədə bu çox belə aşırı dərəcədə, bizim cəmiyyətimizdə bu aşırı dərəcədə var. Hətta deyərdim ki, biz keçmişə dönüb zaman maşını ilə Mirzə Ələkbər Sabiri, Məmməd Quluzadəni, elə Həsən bəy Zərdabini belə gətirsək hazırda bura, deyəcəklər ki, yəni paltar dəyişib, fikir eynidir. Əslində həqiqətən də elədir. Yəni əvvəllər bir cür ideologiyaya görə onların dedikləri fikirlər onlar üçün belə deyək, qarşı reaksiya gətirib çıxarırdı. Yəni Axundova olunanları oxuyanda adam yəni qanı donur. Yəni indi də Axundov gəlsə deyəcək ki, elə mənə həqarət edən adamların eynisidir, sadəcə olaraq paltarları dəyişib. Hazırda bizim cəmiyyətdə belə bir problem var ki, əvvəl zaten adam bilirdi ki, cahildən və bu cahilliklə yaşayırdı. İndi bu adam cahil olduğunu bilmir, özünü ağıllı hesab edir. Cahil ola bizə ağıl öyrətməyə çalışır. Yəni problem burdadır. Yəni və çox düz istəyirəm, ona müəyyən imkanlar da verilir. Və imkanlar da verilir. Əlində telefon var ki, girsin, tutaq ki, sizi təhqir eləsin və yaxud da ki, və ya da dezinformasiyanı yaysın. Və hazırda yəni yenə də mən özüm əslinə qalsa özümə bir yəni Cəlil Məmmədquluzadə ilə Mirzə Ələkbər Sabiri, Zərdabi ilə Axundovla bir sırada özümü qoymağım yəni bu absurddur. Çünki adamlar şəraitsizliyin içində bunu ediblər və həqiqətən də rahatlığın içində. Biz əslində qalsa rahatlığın içində edirik. Doğrudan da yəni bu həddə gəlib çatmağımızın möcüzə deməzdim də texnoloji tələbatdır. Yəni sən ya belə deyək bu mövcud vəziyyətə adaptasiya olmalısan və yaxud da sadəcə olaraq çürüyüb getməlisən ki, biz bir çox ölkələrdə, 3-cü dünya ölkələrindən söhbət gedir ki, bu prosesi görürük. Biz biraz Türkiyə demiş esnek xalqıq, biraz belə flexible, yəni biraz belə əyilib büzülə bilirik istənilən bir vəziyyətə görə sağ qala bilir. Yəni pandemiyadan sağ qalmış xalqlardan biriyik. Ona görə də yəni biz istənilən vəziyyətə adaptasiya ola bilirik. O yaxşı bir xüsusiyyətdir. Amma yaxşı bir xüsusiyyətdən də savayı da bizim hər hansısa bir stabil fəlsəfə ideologiya
texnologiyası yoxdur bizim xalqımızda. Əfsuslar olsun ki. Yəni demirəm hamı nə bilim Kantı bilsin, Nietzsche-ni bilsin, Sokratı, presokratları falan bilsin. Yox, amma ən azından bir özünün bir xalq olaraq və ya da yəni hər bir xalqın nəsə qalsa fəlsəfə dayağı olmalıdır. Bir ideoloji bir fəlsəfi ideoloji bəli bir dayağı olmalıdır. Kimsə hansı bir xalq özünə stoik deyir, hansı bir xalq özünə başqa bir adla xitab edir. Bizdə bu biraz bu problem var, ideoloji boşluq var, fəlsəfi boşluq var hətta dərəcədə ideolojidən də savayı. Bizim xalqda belə bir şey var, nə eləsən yarıya bilməyəcəksən. O Cem Yılmazın məşhur ifadəsi var da, ağzından kuş uçursan deyəcək orada ip var. Yəni problem ondadır. Yəni bu zaten həmişə olub, olacaq da, bunu bilirəm onsuz 100 il sonra da eyni problemlər, bu işi görməyə çalışan adamlar da eyni problemlərlə rastlaşacaqlar ki, sən maarifləndirməyə çalışdığın zaman qarşındakı insan ya səninlə razılaşacaq və sənə doğru gələcək ya da sadəcə olaraq itəcək. Yəni bunu biz elə 18-ci əsrdə də görmüşük ki, buna Zemmelweis effekti deyirlər, oturmuş müəyyən bir normalar var insanların, cəmiyyətin beynindəki. Bizim cəmiyyətdə hələ də göz dəyməsin deyə bunu eləyirlər. Qulaq çəkirlər. Qulaq çəkirlər falan belə şeylər eləyirlər. Üzərlik yandırırlar, nə bilim, çöpçüyə gedirlər. Yəni mənim anam 35 il stajı olan pediatrdır. Hələ də çöpçülərlə mübarizə aparır. Əvvəl deyir, indi olmasa çöpçünü deyir, tanıyırdım. Gedib yanına bir söz deyə bildi. Deyir, ChatGPT ilə üstümə gəlirlər valideynlər ki, ya da anonim bir profillə, fake ya da ki, anonim bir, yəni mübarizə artıq bizi şeyə gətirib, texnologiya qarşı mübarizə aparır. Çünki insanlar artıq texnologiyadan da səhv istifadə etməyə başlayırlar. Və bu cür vəziyyətdə sənə, mənə də, yəni belə deyək, ki mövzunu məsəl üçün dibindən araşdırdım. Yəni ChatGPT-dən istifadə edirəm, təbii ki, bu normal bir şeydir. Amma o istifadə qaydası və istifadə məqsədləri var. Çünki yadımdadır, keçən il bu kazusu yaşamışdım. Bir səhifə idi, günəşin temperaturunu səhv insanlara təqdim etmişdi və onu Quran ayələri ilə uzlaşdırmağa çalışırdı və orada möcüzə çıxartmağa çalışırdı ki, bunu da mən videomda qeyd etmişdim ki, rica edirəm dini kitablardan hər hansısa bir riyazi, fiziki bir şeylər çıxarmağa çalışmayın. Çünki sabahsı gün fizikada olan hər hansısa bir yenilik dəyişə bilər və bu zaman avtomatik olaraq sizin yəni dini kitabınız səhv çıxır. Bəli, sizin dini kitabınız səhv çıxır. Çünki siz bunu əvvəl həqiqət kimi qəbul etsəz, amma bu dəyişsə, deməli sizin kitabınızda problem çıxacaq. Bu sizin üçün yaxşı bir şey deyil. Yəni bunu anlamalısınız. Bunu araşdıranda günəşin elə ki, orta illik temperaturu var da, onu çıxartdım. O da necə? 16 illik bir araşdırma idi. Onu atdım ChatGPT-yə, oturduq, summary falan istədim. Ortalamanı çıxartdım və tamamilə başqa bir rəqəm çıxdı. Bu barədə video çəkdim, göstərdim faktlarla, sübutlarla. Adamlar mənə şərtlə screen olaraq göndərir ki, ChatGPT belə deyir. Sən ChatGPT-dən ağıllısanmı? Yəni insanın yaratdığı ChatGPT-ni insandan daha ağıllı hesab edir. ChatGPT-nin xəta payı çoxdur. Xəta payı çoxdur. Çox aşırı dərəcədə çox. Və mötəbər mənbələrə də şey yoxdur. Necə deyim? Adamlar aşağıda yazılıblar. ChatGPT can make mistake. Yəni bu səhv edə bilər. Adam sənə öncədən bunu deyir. Və sən bunu, yəni biz ümumiyyətlə Bəni Adəm əzəldən kimdənsə nəsə axtarır. Kimisə onu xilas eləməsini istəyir. Amma başa düşmür ki, onu heç kəs xilas eləməyəcək. Özündən başqa, beynindən başqa heç kəs xilas eləməyəcək. Yəni bunu edən insandır. Bunu edən insandır. Bizi çəkən kameranı yaradan insandırsa və sənin o bundan ağıllısanmı dediyin o ChatGPT-nin alqoritmini, onun sistemini, onun soyutma sistemini, işləmə prinsipini, hər şeyini eləyən insan zəkasıdır, insan beynidirsə, sən insan beynini bundan üstün görməlisən. Yəni bu olmasaydı ChatGPT olmayacaqdı. Sən necə bunu ondan üstün saya bilərsən? Daha sürətli də, amma ağıllı olmaq ehtimalı yoxdur. Çox təəssüf ki, artıq professorlar slaytları ChatGPT ilə hazırlayır, ekspertlər ChatGPT-dən istifadə edir. Publik çıxış edən insanlar ChatGPT ilə özünə çıxış hazırlayır. Bu yaxınlarda bir nəfər ekspert deməli mən rəy bildirdim, siyasi şərh verdim ki İran Hörmüz boğazını deyək ki bağlaya bilməz beynəlxalq hüquqa görə, dəniz hüququna görə və s. O bağlamaq dedikləri şey əslində oradan keçən gəmilərə atəş açır. Bəli. Və bu da təbii ki, gəminin oradan keçişini risk altına atır ki, gəmidə dolayı oradan fırlanmır, başqa yola keçməyə çalışır və yaxud da keçmir. Bu İranın ümumiyyətlə hər hansısa bir dövlətin bir boğazı, beynəlxalq bir boğazı tək tərəfli bağlama hüququ, belə bir hüquq yoxdur. Və bunu hətta gəmilərin daha çox bu ümman tərəfdən keçdiyini əsaslandırarkən qeyd etdim ki, bəs orada
o tankerlər, ağır tankerlər olur. Orada o dərinlik söhbəti var. Bəli. Məsəl üçün ərəblər tərəf daha dərindir. Məsələn 100 metr, 150 metr, 180 metr. Amma İran tərəf 20 metr, 30 metr, 15 metr. Ona görə də gəmilər əsasən İran tərəfdən yox, bəli, o bu tərəfdən keçir. Və ekspertin biri mənə etiraz elədi ki, bəs yox, yəni İran tərəf daha dərindir. Mən də qeyd etdim ki, yəni bu humanitar belə deyək, sahədən olan bir məsələ deyil. Rəyə açıq bir məsələ deyil. Yəni bu subyektiv mən rəyim olsa problem yoxdur, razılaşmaya bilər. Bəlkə mən yanılıram, siz də. Amma bu datadır, bu elmi bir məlumat, burada səhv ola bilməz. Və təbii ki, mən mübahisə eləmədim. Dedim, bu datadır, mən səhv edirəmsə öyrənmək istəyirəm. Ola bilər də yer qoymalısan ki, həqiqətən ola bilər ki, mən səhv edirəm. Zəhmət olmasa mənə mənbəni göndərərsiniz. Heç nə, təbii ki, o yayın bitəndən sonra efir əsnasında yəni efir əsnasında uzatmadıq. 2 kəlmə ilə söhbət bağlandı və yayın bitəndən sonra mənə ChatGPT-dən mətin gəldi ki, İran tərəf daha dərindir. Mən də təbii ki, Britannica başda olmaqla mötəbər mənbələrə belə istinad etdim. O mənbələri göndərdim ki, fakt bu tərəf daha dərindir. Yəni deməyim nədir? Ekspertlər, professorlar, yəni artıq sadəcə bu cahil kütlə adlandırılan bu kütlə ki var, bu çoxluq. Sadəcə bunlar yox. Artıq bu orta və bəli, artıq akademik səviyyədə təəssüflər olsun ki, bu ağlın, biliyin, savadın yerini almağa çalışır. Problem odur. Həmçinin də insanlara mən keçən yoxsa iniş il bu problemi yaşamışdım. Azərbaycan mediasında belə bir sensasiya yarandı. Hamı bunu pohpohla paylaşırdı belə sevinə-sevinə. Azərbaycanlı riyaziyyatçı millenium problemini həll etdi. Yəni girib baxırsan ki, yəni problem həll olmasından söhbət gedə bilməz. Adam sadəcə olaraq həll yolunu təklif edib, göndərib və cavab gözləyir. Cavab, bəli. Amma başlıqda yazır ki, həll etdi. Və bunu mötəbər mənbə yazır, mötəbər kanallar paylaşır və Elmlər Akademiyası həmən şəxsə çağır Azərbaycanda görüş keçirdir və press release paylaşdırır telekanallara ki, bu adam həll edib. Və bu adam ümumiyyətlə Azərbaycan universitetlərinin birində dərs demir, Iğdır Universitetində dərs deyir. Yəni belə sahib çıxan idi. Əvvəldən sahib çıxan nə oldu? Bu adam birdən-birə bu problemi həll etmə ehtimalı çoxalanda sən buna ki, o sahib çıxılmaq belə əslində kütlə tərəfindən yenə qəbul olunmur. Yenə deyirlər ki, buna burada deməli sahib çıxılmayıb ki. Bəli. Gedib başqa yerə. Bəli. Amma əsas məsələ də odur ki, bizim cəmiyyətə o elə yer edildi ki, sanki bu adam həll eləyib. Mən bunu da paylaşım da, sən paxıllıq edirsən. Yəni biz sorğulamaq istəmirik, ancaq pozitiv xəbərlər almaq istəyirik. Hər şey əladır, hər şey yaxşıdır. Lap əla, mən də istəyirəm pozitiv bir şey olsun. Amma bunu yoxlayaq da bəlkə bizi aldatmağa çalışırlar, biz sorğulayaq onu. Bu arada əksər hallarda mən məsələn şəxsən özümdən götürürəm. Deyək ki, öz şəxsi profilimdə kimisə tənqid etmək istəsəm, kimisə konkret yanlış məlumat verdiyini görəndə, yanlış danışdığını görəndə, onu tənqid etmək istəyəndə düşünürəm ki, mən bunu indi tənqid edəcəm. Ya deyəcəklər sən qısqanırsan, paxıllıq edirsən, ya deyəcəklər sən onun üzərindən reytinq yığmağa çalışırsan. Prim deyirəm ki, prim, türkcə prim kasmaq deyirlər. Deyirəm, eybi yox. Mən onu dayandıra bilmərəm əslində, çünki mənim içimdə bu yox, bir yerdən sonra siz məcbur olursunuz. Məcbur ədalətsizliyi görürəm ki, bu insanın azdan çoxdan bir kütləsi var və bu kütləyə yanlış məlumat verir. Yanlış məlumata düşən kütlədə sabahsıyın aldığı məlumat bazasında tamamilə başqa bir yerə gedəcək və bunun qarşısını almaq lazımdır. Bu sanki sənin üstünə gələn böyük bir qar topasıdır. Ya bunu dayandırmalısan, ya dayandırmalısan. Konkret olaraq cəhalətə, daha doğrusu bu mövzumuzun özünə qayıtsaq. Burada bəlkə də bir indi ola bilsin zid düşünə bilərik, debat yarana bilər, bilmirəm, amma bu sizcə maarifçiliyin uğurlu olması mı deyim, konkret tətbiq olunması üçün, praktiki olaraq bir nəticə verməsi üçün dövlət burada müəyyən standartları məcburi şəkildə qəbul edib buna nəzarət etməlidir, yoxsa cəmiyyət könüllü şəkildə tamamilə intellektual səviyyədə kitab oxuyaraq, podkast dinləyərək və s. maariflənməlidir. Sizcə burada dövlətin rolu nə qədərdir? Çünki mənim mövqeyim, onu da deyim, çünki ola bilər siz düşünərsiniz, artıq onun üzərindən danışarıq. Mənim mövqeyim bundan ibarətdir ki, dövlət mütləq şəkildə müdaxilə etməlidir. Bu müdaxilə təbii ki, avtoritar müdaxilədən getmir söhbət. Sənə nə düşünəcəyini durub kimsə diktə etməməlidir. Amma müəyyən standartlar qəbul etməlidir ki, məsələn biz
Yaponiyada 19-cu əsrdə biz bunu görmüşük. Adı da belə qəribədir. Meiji idi səhv elə. Meiji imperatoru məsələn o 1860-ların sonlarında feodal bir dövlət idi. Yaponiya tamamilə feodal bir dövlət idi. Qərar verildi, məktəblər açılacaq, minlərlə müəllim gələcək, yüzlərlə professor gələcək qərbdən. Biz qərbin elmini öyrənəcəyik. Avropaya tələbələr göndərildi, konkret istiqamət üzrə, konkret tapşırıqlar verdi, dövlətin ciddi nəzarəti və 40-50 il içində Yaponiya oldu böyük sənaye dövləti və 1904-1905-də rusları ilk dəfə böyük bir Avropa dövlətini məğlub edib və bu gün də Yaponların səviyyəsi ortadadır. Cənubi Koreyada da məsələn 100 il hətta sonra 1960-larda sıradan kasıb bir dövlət idi və yenə dövlətin konkret təhsilə müdaxiləsi və bəzi şeyləri məcburi etməsi Cənubi Koreya bu gün top 5-dədir. İstər iqtisadiyyat olsun, istər mədəniyyət olsun və s. Yəni getməli Atatürkün özünün elə Atatürk islahatları, bəli. Əgər Atatürk islahatları olmasaydı bu gün Türkiyə, yəni hələ də əzəbəl ərazi bütövlüyü qalsaydı belə bugünkü Əfqanistan kimi olma ehtimalı fərq olmayacaq. Daha pis ola bilər ki, daha yaxşı olma. Yəni oxuma yazma aşağı səviyyədə idi. Qadınlarda səhv etmirəmsə 1%-dən də az idi. Hələ İstanbul kimi yerlərdə 5%-ə çatmırdı ümumilikdə də. Əhali az, yəni insanlar daş dövründə idi. Yəni, Atatürk islahatları Türkiyənin bugünkü Türkiyə olmasında belə deyək də bir fundament idi. Bu kontekstdə nümunələri çoxalda bilərik. Amma bəziləri də hesab edir ki, könüllü bir şəkildə indi azad dünyadır, istəyərəm oxuyaram, istəyərəm oxumaram. Nə cür yanaşırsınız? Maarifçilikdə dövlətin rolu nə qədər? Mən fikrimcə burada dövlət bir yumşaq ata kimi nəzarət eləməlidir prosesə. Yəni mən öz övladlarımla artıq çalışıram ki, bu rejimdə olum. Yəni bunu eləmə, onu eləmə və s. yox da bir problem yaranmamışdan qabaq ona bir müdaxilə etmək. Yoxsa problemin indi yaranacağı anda, yoxsa problemi yaranandan dərhal sonra onun həllini bir çarəsini tapmaq. Yəni misal üçün ümumilikdə təbii ki də biz azad dünyada yaşadığımız üçün hər kəs rahatlıqla informasiyanı hardan istəyir əldə edə bilər. Amma o məlumatların cəmiyyətə çıxmaq məsələsi var da, müəyyən elmdə belə bir şey var, elmometriya. Elmometriyadan keçən məlumatlar rahat şəkildə artıq biz bunu mötəbər mənbə sayırıq. Məsələn, Britannica jurnalına hər hansı bir məlumat çatana qədər milyon dənə filtrdən keçir. Və məncə ilk növbədə cəmiyyətə yox da, birinci məhz kütləvi informasiya vasitələrinin cəmiyyətə təqdim etdiyi məlumatları nəzarət etməli ki, Azərbaycanda özünə internet televiziyası, internet kanalı deyən bəzi kanallar var ki, artıq real kanala çevriliblər və o kanallar Azərbaycan xalqına o dərəcədə iyrənc və qeyri peşəkar və yalan məlumatlar yayırlar ki, sən deyirsən ki, tamam, azad dünyada bu da var da. Biz onda niyə? Bu nəzarət olmayanda belə bir şey çıxır. Sıxma boğma olmayanda, yəni nəzarətsizlik belə şey gətirir. Nəzarət olanda da biz fikirləşirik ki, yox, mən özüm bilərəm, nə araşdırıram. Diktaturadır və s. Burada sadəcə olaraq dövlətin nəzarəti bir nəvazişli ata nəzarəti kimi olmalıdır. Ata zaten onsuz da bilir də ki, nə səhvdir, nə düzdür. Yəni təcrübə daha çoxdur təbii ki ondan. O fiqur olaraq görsək. Məncə belə bir şey olmalıdır ki, misal üçün, tamam, mən sənə bu azadlığı verirəm. Maarifləndirməvi et, işivi gör. Amma sən hər hansısa bir məlumatı səhv verəndə, dezinformasiya yayanda və s. məsuliyyət çıxacaq ortalığa. Yəni məncə bu rejimdə insanlar bunu yaxşı elə sənə karamel verəcəmlə işləmir, əfsuslar olsun. İnsan psixologiyası biraz başqa cür çalışır. Sən bunu səhv eləsən cəza gözləyir. O prinsip daha böyük faydalıq əmsalına sahibdir. Nəinki bunu yaxşı eləsən sənə konfet verəcəm. Əslində insan psixologiyası bu cür çalışır. Ona görə də məncə bir nəzarət mexanizmi, yəni birbaşa yox mən dediklərimi paylaş, meyarlar qoymaq, burdan qırağa çıxma və s. yox. Hər bir fikrə açığıq. Kimsə gəlib kvantumdan insan xilas etdiyinə yəni deyə bilər, okey. Amma gəlin mənim kurslarıma yazılın, mən sizi 4-cü stadiya xərçəngindən xilas edəcəm deyə bilməz. Bu artıq yalan məlumatın yayılması olacaq. Yəni bu cür ifadələrə görə məsuliyyətə cəlb olunma olsa əla. Mən gəlib bu yaxınlara yer gəlmişkən çox maraqlı bir şərh yazmışdı.
bir istifadəçi özü tələbi sonradan bildim ki, tibb tələbəsidir. Adam yazıb ki, bu qaqaş da çox yazır, tibbi məsələ üzrə. Məncə və bunun tibbi təsiri yoxdur. Məncə bu barədə danışmaq üçün adamın tibbi təsiri olmalıdır və danışdığım da nədir? Sadəcə olaraq tibbi bir xəbərdir ki, yəni bir balaca uşağın deməli DNT-sində bir problem olub, DNT zəncirində bir mutasiyanı elə 3 aylığında, 2 aylığında həll eləyiblər. Böyük bir belə deyək də həm əməliyyat olub, həm onun CRISPR texnologiyası ilə onun bütün yəni belə deyək səhv olan DNT-lərini yenidən yazıblar. Yəni bu cür gedir proses. Bu məlumat sadəcə insanlara çatdırmışam ki, uşağı xilas ediblər. Yəni bu tamamilə maarifçi xarakter yəni daşıyır. bu sadəcə maarifçidir və izah edirəm ki, bu proses necə gedib. Ki yəni və mənbələri də göstərirəm videoda, yuxarıda mənbələr gedir, proses necə gedir, vizuallaşdırmışam, hamısını göstərmişəm. Ürəyinə əməliyyat eləmirəm də sən yəni, resept yazmıram da sənə. Yazdım, dedim ki, mən qardaş resept yazmıram, müalicə məsləhəti vermirəm və yaxud da tibbi məsləhət vermirəm. Sadəcə olmuş de facto bir hadisəni insanlara çatdırıram bir və bu de facto olan hadisəni tibbi nöqteyi nəzərdən necə baş verdiyini, səbəbini, izahını, prosesi izah edirəm. Yəni bu prosesi izah eləmək üçün də tibb təhsili lazımdır? Yox, ehtiyac yoxdur. Və burada elmi məlumatlara ehtiyac var. Yəni və istinadın da verirəm ki, mənə inanmırsan, tamam get oxu. Yəni amma istinad tələb eləmək misal üçün şərt kimi qoyula bilər. Elmi məsələn tərəfdən izah etmə dediniz, bu kütləvi elmdə bəzən indi bu kütləvi elmdə dünyada məşhur simalar var, az-çox oxuduğumuz qədərilə və bu məsələn mən şəxsi danışığımızda da sizə dedim. Məsələn, nə hardasa görsən ki, qəliz bir düstur var, qəliz bir termin var, elmi bir məlumat. Məsələn, dayanıram orada ki, gedim bunu araşdırım, öyrənim, konkret həzm edim o informasiyanı. Başa düşüm ki, burada söhbət adam niyə bunu izah edir, nə demək istəyir, ondan sonra keçirəm o bir səhifəyə. Bu çox çətindir. Hətta müəyyən bir bazası olan insanlar üçün də çox çətindir. Bəs bunu indi siz bloger kimi məsəl üçün izah edirsiniz, nələrsə video çəkirsiniz. Elmi məlumatları çatdırarkən, yəni kütləvi elmin nə qədər effektivliyi baxımından mən çalışıram fikrimi çatdırım, sualımı o formada verim. Tutaq ki, siz nəyisə izah edirsiniz. Bu gün Azərbaycanda hələ də dopaminin xoşbəxtlik olduğunu düşünənlər var. Kvant mexanikasının bir mif olduğunu, misal üçün mistik bir şey olduğunu düşünənlər var. DNT-nin nə olduğunu bilməyənlər var. Və yaxud da siz izah edirsiniz, deyirsiniz ki, məsələn, burada loqaritmik bir artış var. İndi adam loqaritmik bilmir nədir. Yəni loqaritma bilmir nədir. Və yaxud da siz deyirsiniz ki, izah edirsiniz, deyirsiniz ki, məsələn, pi, məsələn, hamı məşhurdur da bu. Yəni yenə deyim, mən özüm də orta məktəb səviyyəsindədir, elmi savadım. Mən humanitar sahədənəm ona görə. Amma yəni orta məktəb səviyyəsində belə bəzi şeylər var. Məsəl üçün istəyə bilərsiniz ki, bunu biraz da açaram, biraz izah edərəm. Uzunluğun deyək ki, nə idi o? Diametrdə, diametrə olan nisbəti. Məsələn, bu səfər siz belə izah etsəz, adam bu səfər diametri bilmir nədir. Fikrimi çatdıra bilmirəm. Yəni terminoloji baxımdan da siz açıb izah elədikcə görürsüz ki, məsəl üçün izah etdiyiniz şeyləri də, yəni mən A-nı izah etmək üçün B-dən danışıram, B-ni izah etmək üçün C-dən danışıram və C-dən o tərəfə gedə bilmərəm. Amma adam, yəni adam deməyə də kütlə o C-ni də bilmir. Nəinki B-ni, A-nı. Zaten C, A-la B-nin izahı üçün var. C-ni də bilmir. Bu mənada elmi kütləvi bir fəaliyyət yəni digital dünyada nə qədər effektivdir? Əgər biz baxanda görürüksə ki, onsuz da bu kitabları oxuyanda, bu videolara marağı olanlar da daha çox hətta azlıq deyə biləcəyimiz kütlədir. Yəni 10%, 15%, o 80-85% dünyanın hər yerində başa da düşmür. Yəni cəhd eləsə başa da düşmür. Çünki o baza yoxdur. Əgər kütləvi sözü bildiyimiz mənada çoxluğu təşkil edirsə və məhz o 80%-ə xitab edirsə, amma elmi kütləvi məsələlərə marağı olan 10-15% insansa, dünyanın hər yerində bu belədir. İndi ola bilər 3-cü dünya ölkələrində daha azdır, o ayrı məsələ, amma nisbət baxımından da azlıqdır. Bəs bu nə dərəcədə kütləvi olur? Əslində bu mövzuya yanaşmadan çox şey asılıdır. Yəni yadımdadır mənim çox böyük rezonansa səbəb olan videolarımdan birində mən ən böyük, yəni bir dəqiqə istənilən bir adamdan soruş ki, çox üzr istəyirəm, siz bildiniz mən nəyə demək çalışıram. Yəni mən stəkandan danışıram. Yox, hər şeydən əlavə mən bir məlumat verirəm. Bunun deyək ki, X bir şeyin tərkibindən danışıram. Mən a priori olaraq qəbul edirəm ki, sən artıq bunu bilirsən, mən ona görə izahımı edəcəm. Mən zaten onu qəbul, mən onsuz da onu qəbul etmişəm ki, onu bilmir.
Mən onu qəbullanaraq bu mövzuya girirəm. Ona görə də misal üçün bəzən qəliz mövzulara çox sadə giriş edirəm. Misal üçün qadınlarda mitokondrial DNT-ni izah etmək üçün mən mövzuya girişi belə edirəm. Qadınlar kişilərin qabırğasına yaranmayıb. Bu adamın diqqətini aldım özümə. Hamının diqqətini çəkəcək. Vəssalam. Qadınlar kişilərin qabırğasına yaramayıb. Bu mifdir, yalandır, qeyri-elmi məlumatdır. Bu mümkün deyil. Bunun tam tərsi ola bilər. Mümkündür. Kişilər qadınların qabırğasına yaranma ehtimalı daha çoxdur. Elmi olaraq, mitokondrial olaraq istənilən bunu Məntiq də bunu deyir. Məntiq də bunu. Bəli, birinci dişi olmalıdır ki, sonra Aynən. Ki yeri gəlmişkən qadınlarda yox da məhz heyvanlarda erkəklər yox da bəs dişilərdə belə bir proses baş verir ki, heç bir erkək olmadan onlar hamilə qala bilirlər və dünyada təbii ki də kim gətirirlər? Yenə dişi gətirirlər. Yəni zulalın çoxluğu dişilərdə hamiləliyin formalaşmasına gətirib çıxara bilər. Belə bir şeylər var, heyvanlarda var, insanlarda hələ rast gəlinməyib. Amma yəni bu təbiətdə bu belə bir şey baş verə bilər. Bəli. Teoretik olaraq insanlar ola bilər. Amma sözüm onda yox. Yəni bunun tam tərsi olsaydı, məsəl üçün Adəm Həvvadan yaranıb qabırğasından, mən buna okey, hardasa elmi bir ətək biçərəm, problem yoxdur. Amma bunun tam tərsi mümkün deyil. Çünki necə olur? Mən insanlara maksimal dərəcədə sadə dildə izah etməyə çalışıram ki, qardaş, niyə mümkün deyil? İlk 6 həftədə istər qız olsun, istər oğlan olsun, ana bətnində bu qız şablonunda formalaşır bu embrion. 6 həftə sonra gələrsə. Bəli. Y xromosom artıq təsir etdiyi üçün testosteronun sayəsində xəyalıqlar aşağı düşür və xəyal aşağı düşəndə bu təbii ki də bilirsən ki, bu oğlandır. Və məhz ona görə də həkimlərin əsas məqsədi nədir? O görməkdir ki, o testosterona görə o xəyal aşağı düşüb yoxsa yox. Yəni siz də mən də birinci qız olmuşuq. Yəni 6 həftəyə bəli, 2 həftə. Yəni belə baxsan, qızla oğlanın arasında heç bir fərq görə bilməyəcəksən. Yalnız bizim döşəzələrimiz və sair. Və məhz buna görədir. Yəni nəyə görə kişilərin döş giləsi var? Yəni hətta döş giləsini də keçdim. Bunun içində süd vəzləri belə var. Yəni bəzi kişilərdə həqiqətən məsəl üçün hər hansı bir anomaliyaya görə döşündən süd gələ bilər. Yəni sən axı süd verən bir canlı deyilsən. Dünyaya uşaq gətirə biləcək potensial sahib bir canlı. Sənin mədə strukturun bunun üçün deyil. Amma belə bir maraqlı bir şey var. Mən həmin videomda maksimal dərəcədə embrional sübutları gətirdim. Mitokondrial DNT səviyyəsində və mədənin strukturuna baxanda kişilərin daxili orqanlarında biz qadınların daxili orqanlarının deformasiya uğramış formasını görürük. Ki hamısı eyni gedib, sonra dəyişir, məsələn təsir edib, dəyişir. Və bunların hamısına baxanda görürsən ki, şablon zaten qadın bədənidir. Yəni bu kişi bədəni şablon deyil. Çünki kişi bədəni şablon olsaydı, biz qadınlarda kişilərin rudimentlərini görərdik. Misal üçün da. Amma biz bunun tam tərsini görürük. Ki kişilərdə qadınlara məxsus olan şeylər var. Qadınların aktiv istifadə etdiyi bədənlər, yəni aktiv istifadə etdiyi də, yəni bədən məsələn atıram süd vəzi. Süd vəzi praktiki olaraq qadınlara lazımdır ki, yəni necə onlar uşağı dünyaya gətirən kimi artıq süd vəzi aktivləşir və uşağa süd verməlidir. Bu onun praktiki və istifadəsi üçün lazımdır. Amma kişidə bu lazım deyil. Yəni kişi süd verməli deyil şey olaraq da, təkamül olaraq. Bu onun bir şey deyil, təbii bir mexanizmi deyil. Nəyə görədir? Çünki zaten sən bir periodda şablonun içində böyümüsən və bu şablon sənə bunları verib. Mən bunu izah edirəm. Maksimal sadə dillə izah edirəm və elə izah etməyə çalışıram ki, bütün stereotipləri qırım. Və orada elə cümlələr verirəm ki, hətta yazmışdım ki, buradan elə çıxır ki, kişilər nəslin davamçısı yox, qadınlar nəslin davamçısıdır. Bəli, elədir, bəli. Gen də qadınlar tərəfindən ötürülür. Bəli, çünki yəni bütün genetik məlumatlar və hətta intellekt qadınlardan ötürülür. Yəni atadan ötürülmür. Yəni bunun milyonlarla, tonlarla elmi araşdırması var. Bunu deyəndən sonra təbii ki də çox böyük rezonans oldu. Xristianlar üstümə hücum elədi. Müsəlmanlar niyəsə hücum elədi ki, müsəlmanlarda ümumiyyətlə belə bir şey yoxdur ki, Adəm nədir onun adı, Həvva daha doğrusu onun qabırğasına yaradı. Yəni Quran-Kərimdə elə bir şey yoxdur. Ya orada müsəlmanlar ümumiyyətlə 3 dənə konfessiyaya bölündülər ki, biri deyir ki, bala özünüzü niyə cırırsınız? Yoxdur Quranda belə bir şey. O birisi deyir, yox bizdə var və s. Xristianlar o tərəfdən gəldi. Həm yəni aləmdə idi bir-birinin o videonun altında. Amma mən bir şey başa düşdüm ki, stereotiplərdən birini qırdım.
Və o proses belə baş verir. Sən yavaş-yavaş insanların inandığı bir şeyə yavaş-yavaş təsir etməyə başlayırsan. Onsuz da sən nə etsən də insanların müəyyən bir stereotipləri var, insanların bir normaları var ki, sən o normal, yəni məsəl üçün bir dəyişiklik baş. Məsəl üçün ən məşhur misallardan biri Ignaz Semmelweis adlı bir şəxs olub və Ignaz Semmelweis ona anaların xilaskarı deyirlər. O həqiqətən də anaları xilas etməklə məşğul olub. Yaşadığı şəhərdə, səhv etmirəmsə Avstriyada yaşadığı dövrlərdə çalışdığı klinikada zağı qadınların ölmə faizi aşırı dərəcədə yuxarı idi. Və bu faiz də peşəkar həkimlərin əlində ölən qadınlar idi. Amma mamaçalarda bu problem yox idi. Mamaçaların belə deyim, qəbul etdiyi zağı qadınların ölüm faizi çox aşağı idi. Bu bunu araşdırır, görür ki, qardaş, peşəkar həkimlər əllərin yumur. Məsələn, meyid üzərində işləyir, patoloq anatomiya ilə məşğul. Sonra gəlir doğuş qəbul edir. Mamaçalar isə hər dəfə əllərini xlorid turşusunda yuyur. Bu məcbur eləyir həkimləri xlorid turşusunda əllərini yusunlar, sonra girsinlər əməliyyata. Və bunun sayəsində həmin o ali təhsilli həkimlərin öldürmə faizi düşür hardasa bir 15%, 16%. Və bu başa düşür ki, həkimlər bilmədən mikrob salırdılar şeyə. Mikrobun nə olduğunu bilmirdi ya. Nəsə salırlar qadınlar. Elə bir fikir vardı. Çünki hələ mikrobu və s. kəşf etməmişdilər və s. və axır. Bu ideyalara görə nə etməliydilər? Buna bir Nobel mükafatı verməliydilər. Amma adam neyinlə? Adam dəlixanaya salırlar. Çünki o zaman həkimləri bir ideya sahib idilər ki, mən xəstəyə müalicə verirəm, amma ölürsə demək ki, bunu pis ruhlar öldürüblər. Yəni o vaxtın ali təhsilli həkimləri bunu deyir. Yəni gör o vaxtı kimlərə qarşı mübarizə gedir. Yəni bizim ali təhsil. Bu arada bu gün də ali təhsilli həkimlərin bir çoxu hələ də möfhumlarda. Hələ də o möfhumlarda qalıblar. Bəli, əfsuslar olsun. Nəysə, Ignaz Semmelweis dəlixanaya atırlar və ömrü boyu mübarizə apardığı sepsisdən ölür. Yəni bunu döyüb öldürürlər. İllər sonra mikroblar kəşf olunur, sepsisdir, bu cür belə proseslər kəşf olunandan sonra başa düşürlər ki, bu yetim yazıq haqlıymış. Və psixologiyada məhz buna Semmelweis effekti deyirlər. Semmelweis oturmuş qayda insanlar ölürsə, demək ki, bunu pis ruhlar edir, ideyasına qarşı çıxır. Siz öz xəstələrinizi mikrob salırsınız, onları öldürürsünüz, ideyasını ortalığa atır. Cəmiyyət nə edir? Cəmiyyət bunu itir. Və bu adi belə deyək, orta statistik IQ-su aşağıda olan cəmiyyət deyildi ya. Bu ali təhsilli həkimlər cəmiyyəti idi. Gör ali təhsilli həkimlər cəmiyyəti bunu edirsə, cahil kütlə bizə nələr eləyər? Mən sualımın, yəni sual konkret belə idi ki, nə qədər effektivdir bu. Hələ o effektivliyinə gəlirəm. Mən belə başa düşdüm ki, sizin deməyinizdən belə çıxır ki, siz mümkün qədər sadə dildə, daha maksimal sadə. Çünki mən həmişə hər hansısa bir buna marketinq strategiyasında 5 yaşlı uşağa izah edirmiş kimi etməlisən prinsipi deyirlər. Türkiyədə o zarafata malı anlatır gibi. Malı anlatır gibi, bəli. Yəni həqiqətən də çünki sən və mən yeri gəlmişkən fikir versə izləyicilərim hər zaman çalışıram ki, mən çəkən kamera mənim göz hizamla eyni səviyyədə olsun. Ya da məndən biraz yuxarı. Çünki mənim videoma baxan insana mən yuxarıdan aşağı baxmaq istəmirəm. Çünki o psixoloji olaraq da insanda pis təsir göstərir ki, bu niyə mən belə yuxarıdan? Qıcıqlanırlar. Hə, bu niyə mən yuxarıdan aşağı baxır? Mən ya eyni səviyyədə göz hizasında olmalıdır və yaxud da ki yuxarıdan. Yəni bu arada onu düşünənlər həqiqətən aşağıda olduqları üçün özür düşünürlər. Hə, həqiqətən elədir. O bir şuur altı bildikləri üçün. Bəli. Aşağılıq kompleksdə o çox narahat edir. Mən də bunu çox yaxşı bilirəm. Çünki mən hüquqda psixologiyanı keçdiyim üçün bilirəm də ki, yəni və kinematografda da bu var yeri gəlmişkən, Kurtlar Vadisində baxanlar bunu yaxşı bilərlər. Hər hansı bir obraz pikdə olanda ona altdan aşağı, altdan yuxarı baxırsan, sonra sonra artıq ölümə yaxın kamera yuxarı qalxır, sən onu yuxarıdan baxırsan. Bu həqiqətən də bizə bir insanın aşağı düşüb və yaxud da düz olacağına bir şeydə bir proqnozdur. Mən həmişə o izah eləyəndə belə o aşağı yuxarı məsələsində belə izah verirəm. Deyirəm ki, bax təsəvvür elə ki, sən 2-ci mərtəbədəsən. Daha doğrusu sən 5-ci mərtəbədəsən. X bir şəxs 2-ci mərtəbədədir və ikiniz də eyvana çıxmısınız. İndi sən onunla danışmalısan. Sən o halda düzmü baxıb danışacaqsan, yuxarı mı baxıb danışacaqsan, yoxsa aşağı mı baxıb danışacaqsan? Deyir ki, təbii ki, aşağı baxıb danışacağam. Deyirəm, niyə? Deyir, çünki o 2-ci mərtəbədədir. Deyirəm, aysa, bax, intellektual məsələlər də elədir. Düzdür, sən dünya görüşü də elədir. Bundan da savayı çox maraqlı bir кейsi bölüşüm sizinlə. Deməli, 3 il bundan qabaq yer kürəsinin yanından ümumi orbiti 50.000 il olan bir asteroid keçdi. Mən bu barədə video hazırladım ki, bəs asteroid gəlir, bəs biz bu asteroidi bir də 50.000 il sonra görəcəyik. Bu tipli belə bir video hazırlamışdım. Video hardasa 100.000 yoxsa 150.000 baxış yığmışdı.
bir komment mənim diqqətimi çəkdi. Birə-bir stat gətirirəm. Qaqa Həzi Aslanovdan keçəcəkmi? Mən belə bir komment yazdı. Mən də fikirləşdim ki, edim, etməyim, dedim yox edim. Cavab verdim amma mən kommentə video şəklində ki, bəli, Həzi Aslanovdan da, Masazırdan da, Alatavadan da hər yerdən keçəcək. Niyə? Çünki biz hamımız şimal yarımkürədəyik. Yəni mən sadəcə olaraq həmin insanın bilik səviyyəsinə düşüb, ona anlayacağı dildə məlumat çatdırıb, sonra artıq götürürəm. Yəni o siz dediniz, B, C-nin içindədir, C, A-nın içindədir. Onu gətirdim ki, bax Alatava da görəcək, filan yerdə görəcək, o da görəcək. Niyə? Biraz zoom out edirik. Çünki biz şimal yarımkürədəyik. Niyə? Biraz da zoom out edirik. Yəni mən sadəcə olaraq aşağı düşdüm, o adamı götürdüm və qaldırdım yuxarı ki, sənin görə biləcəyin kapasite budur, amma bundan o tərəfə də var. Ona görə də bunu etdiyimə görə həmən video 200 yoxsa 300 min falan baxış yığmışdı. Bu arada, üzr istəyirəm, bu argumentə dediyiniz elmi fakta və s. hücum olmur ha. Daha çox şəxsi hücum olur. Şəxsi hücum olur əvvəl. Komment dediniz, bir komment skrin elib saxlamışdım, şəklini çəkib saxlamışdım və həqiqətən çox gülmüşdüm. Təbii ki, cavab yazmamışdım. Amma deməli o kommenti oxuyayım. Hər hansısa bir videomun altına yazılmış bir komment, yadımda deyil hansı. Yazıb ki, məncə senin, mən yazdıq formada. Stat olaraq. Məncə senin hələ Yasin Catmir, kim desə səhv tutmaca, çoxlu kitab oxu, acilli adamların həyatlarını izlə. 40-50 Yasina catsan, onda danışarsan. Bu adamlar şəxsə hücum edirlər. Yəni orada məsələn nə danışmısan, o danışdığın səhvdir, düzdür və yaxud da ola bilər ki, fərqli bir baxış bucağı var. Ona bir söz demirəm. Bəzən fikirlər subyektiv ola bilər. Alternativ fikrin nədir? Əks arqumentin nədir? Yox. Konkret şəxsə hücum var. Yəni məsələn siz nümunə verirsiniz, deyirsiniz belə bir komment verir. Baxsan ki, orada şəxsə hücum var. Argumentə yox, ideyaya yox, fakta yox, şəxsə. Çünki ideyaya qarşı bir şey qoya bilmir. Və bu üçün sırf ölkələrdə daha çox belə olur. Niyə? Çünki ideyaya qarşı qoya biləcək bir alternativi yoxdur. Alternativ olmadığına görə də bu birbaşa olaraq şəxsə hücum, onun içində buna saman adamı safsatası deyirlər də. Sanki adam bir sənin danışdığına qarşı bir argument qoyur. O argumenti, daha doğrusu sənin dediklərindən bir şey çıxardır. O çıxartdığı şeylə saman adamı da əslində qalsan elə şey deməmişdin. Sonra onu döyür, saman adamı sanki onu döyməklə sənə qalib gəlmiş olur ki, hə sənin hələ yaşın çatmır, sən nə biləsən, get dünyanı tanı və s. və ilaxır. Çox üzr istəyirəm, bizim ölkədədir bu. Məsələn, nəinki bizim, ümumiyyətlə bizim ərazidə olan postsovet məkanı, bu həm postsovet məkanı, həm də bizim də bəxtimiz onda gətirib ki, gətirməyib daha doğrusu ki, biz nə postsovet ölkəsi kimi postsovet ölkəyik. Nə kapitalist ölkə kimi kapitalist, nə sosialist kimi sosialist, nə də müsəlman kimi müsəlman. Müsəlman, ortada qalmışıq. Həqiqətən ortada qalmışıq. Çünki bizə həm yaxın şərqin təsiri var, həm yaxın ölkələrdir, Türkiyədir, İrandır, Rusiyadır. Hərəsi bir təsir. Yəni mən bizim ölkəyə vinigret deyərdim. Bir maraqlı bir salat var da, vinigret. Həqiqətən ölkəmiz vinigretdir. Və ona görə də o əvvəldə dediyim o ideoloji və fəlsəfi boşluq da buradan çıxır. Çünki gözünü açandan bəri fərqli ideyalar görür deyə bir stabil bir şey yoxdur və bu onun beynində böyük problemlər və böyük qütblər yaradır. Bir çərçivələr yaradır. Sorursan ki, misal üçün mən şəxsdən short geymək olmaz. Niyə olmaz? Sualını verirsən, olmaz. Adi yadımdadır bir dəfə bir qanun keşişçisi deyildi də. Çox üzr istəyirəm, sözünüzü unutmayım. Çünki bu sırf bu mövzudan çox kənara çıxmadan bu yaş məsələsində bizim ölkədə yəni yaş konkret, bilirsiz necə? Mən keçən dəfə çox nadirən olur ki, bizim kanallarda hər hansısa bir sahədə gənc ekspertləri çağırsınlar. Əksər hallarda, 99% hallarda yaşlı, məsələn 55, 60, 65, 70. Üstündən qum tökülən ekspertlər. Yəni o hansı ki Sovet dövründə yarımqalpaq bir diplom alıb, danışdığı sözdə heç bilmirsən nədir, kütləyə də xitab eləyə bilmir və s. Danışdığı da maksimum sən uşağı neçə dəfə əmizdirmisən. Yəni maksimum cümləsi bu olacaq, bəli. Çıxıb orada baxsan ki, dırnaq arası ekspert adı ilə çıxıb feodal, mental təfəkkürü belə deyək, təbliğ eləməyə çalışırlar. Yəni elmdən, məntiqdən çox uzaqdılar. Müşfiq Ötkünə, açıq-açıq burdan deyirəm, mən Müşfiq Ötkünə
açıq tənqid bildirəndə ki, Müşfiq Ötkün bir köpüklü ideologiya yeritməyə çalışır. Atan yaşdadır, utanmırsan. Atan yaşlı kişidir. Sən utanmırsan, onları işkəndirirsən, Nə məzələndirsən. Deyirəm qardaş, əgər bir insan cəmiyyətə yalan bir şey yayırsa, əgər bir insan, bilmirəm indi qəsdənmi, səhvənmi bunu edirsə, yoxsa şəxsi mənfəəti yoxsa şəxsi mənfəəti orasına babalını yuyan mənəm, özü bilər. Amma ən azından səhv bir şey yayırsa, mənim yaşımın, mənim dediyim fikirlərə nə dəxlisi var? Yəni əgərləri 200 ya mən səhv deyirəm ya da düz. Ya da yəni 200 də gəlir ki, ya 4-dür ya 4-dür də. Bu da ha 5 yaşlı uşaq desin, ha 25 yaşlı uşaq desin, ha 65 yaşlı uşaq desin. 65 yaşlı insan daha mı ağıllıdır nəinki 5 yaşlı? 5 yaşda deyir də 200 də gəlir ki 4-dür. 65 yaşlı olmaq 200 də gəlir 2-nin 4-ə bərabər olmasına daha mı belə deyək şan şöhrət qatır? Yox. Mən əgər fakta istinad edirəmsə, mən fakta istinad edirəm. Mənim o yaşımı, nə bilim nəyim, bunlar elə bilirlər ki, biz o postsovet, yenə bax o mən antikommunistəm, bunu açıq deyirəm burada, antisosialistəm və Sovet İttifaqı Azərbaycan xalqının başına gəlmiş ən iyrənc şeylərdən biridir. Çünki ucuz və keyfiyyətsiz təsir gətirdi. Ucuz və propagandist təsir gətirdi. Sən bir hüquqşünas olmaq üçün gedib fəhlə işləməliydin. Qardaş, mən fəhlə işləmək istəmirəm. Mən hüquqla məşğul olmaq istəyirəm və ya da mən həkim olmaq üçün gedib fəhlə işləmirəm. Sən gedib fəhlə işlədiyin zaman da təbii ki də sən həmin insanların içində formalaşacaqsan. Və hər fəhlə işləyən adam da yüksək intellektə sahib olan insan deyil. Amma hər fəhlə o işləyən adam da fəhlə intellektinə sahib deyil. Məsələ odur. Onlar məcburiyyətdən səni eyniləşdirməyə çalışırlar. Hamı eyni olsun, heç birinin individual fikri olmasın deyə və bu hala gəlib çatmışıq. Kimsə yaşlıdırsa, onun təcrübəsi daha böyükdür. Yox, bu artıq çalışmır. Əgərləri mən Müşfiq bəyə, yenə deyirəm, dün deyəcəklər ki, Müşfiq bəydən prim tutursan, tutmuşam zaten vaxtı ikən. Müşfiq bəyə əgər mən açıq şəkildə öz fikrimi bildirib, qardaş, sən burada səhvsən də, yəni sənin istəyirsən 105 yaşın olsun, heç fərqi yoxdur. Bizim xalqlarımız, bunun da yeri gəlmişkən ən əsas səbəblərindən də biri, biz biraz şərq xalqıyıq. Şərq xalqları biraz yox, biz elə çox təəssüf ki, şərq xalqıyıq, hə. Söhbət coğrafiyadan getmir. Kimsə deyə bilər ki, şərq baxır, şeyə baxanda da Özbəkistandan baxanda biz qərbdəyik. O şeydən getmir söhbət. Yəni bu dediyimizi yaxşı düzgün anlasınlar. Təfəkkür onu gətirəcəm. Yəni şərq xalqlarında bir şəxsin avtoriteti ümumi onun dediyi sözün doğruluğunu, bəli. Nietzsche buna kölə əxlaqı deyirdi. Sosializm də elə kölə əxlaqıdır. Kölə əxlaqıdır da. Kölə əxlaqıdır. Azərbaycanda kim idi Azərbaycanda məşhur həkim, arağı reklam eləyən və o cür şəxslər bir söz deyəndə onların sözü daha hörmətlidir. Nəinki mən onun sözünə əks bir şey desəm. O arağı reklam eləyəndə o düzüdür. Mən onu tənqid edəndə səhv edirəm. Bax o məsələ var. Bu ənənənin ən çox altını çəkən bizim nəsildir. Yəni bugünkü gənc nəsildir və sanki biz keçid dövrünə düşdük. Biz məsələn 30 il sonra, 40 il sonra gənclərə bu cür münasibət göstərməyəcəyik. Göstərməyəcəyik. Amma bizə elə bil bu son belə deyə buna zənciri qıran biz olmalıyıq. Hə, son bədəli ödəyən, son o zəncirləri qıran biz olmalıyıq sanki və bu gün əfsuslar olsun ki, xüsusən ictimai siyasi mövzularda biz bunu müşahidə edirik müxtəlif mövzularda ekspertlər dəvət olunarkən, o ekspertləri kanal dəvət edəndə də bunu nəzərə alır. Bəli. Ki, o nə yaşı var, o uşaqdır. Hara gəlir o misal üçün? Deyək ki, siz belə deyim də, elə bil mən kanalda işləyirəm, siz də kanalda. Siz mənim rəhbərimsiniz. Mən deyirəm ki, gəl Vüsal bəyi çağıraq. Cavanşir bəyi və yaxud da ki, Elnur bəyi çağıraq. Siz də deyirsiniz ki, mən nə yaşı var onun uşaqdır, nə bilir nə danışır. Hə. Kanalda da belədir. Amma o kanal elə o kütləyə layiq kanaldır. Kütlə də o kanala layiqdir. Çünki ora rəy yazan adam da girir yazır ki, bu uşaqdır. Sən özündən böyük sözü niyə kəssən? Atan yaşlı adama utanmırsan nə deyirsən? Yəni biz hələ də o qəlblərdən əfsuslar olsun ki, çıxa bilmədik. Məncə belə davam eləsə çıxmayacaq, amma bunun qarşısını yenə də sözünüzə qüvvət biz edə bilərik. Necə? Elmdə, reallıqda avtoritetin olmadığını qəbul edərək. Yəni sabahsı gün bizim də sözümüzü kimsə kəsəndə haqq eləmirsən sözümü kəsmirsən. Nə olsun ki mənim 60 yaşım var. Elmdə Karl Popperdan bəri artıq bu bütün dünya bunu qəbul edir. Qəbul edir. Falsifikasiya prinsipi. Bir dənə ancaq bizdə yoxdur. Hər şey səhv ola bilər. Heç nə mütləq həqiqət deyil.
və sabah dəyişə bilər. Yox, bu bizim ağsaqqal, bizim sözdə ağsaqqallarımız elə bilirlər ki, onlar bir söz deyirsə, onların ağzından çıxan hər bir söz bir müdriklük damlasıdır. Yox qardaşım, deyil. Deyil. Səhv də ola bilər. Səhv yox, səhvdir zaten. Səhvdir. Yox, təbii ki, baxır nədən? Durub 202 bərabər 4 desə, sırf 65 yaşı deyil. Yox, heç, amma yəni biz yox deməyəcəyik. Biz ümumilikdə yəni o Cemazın sözü var, deyir, hepiniz öyle değilsiniz. Amma hamınızı yığanda bu çıxır ortalığa. Bəli. Yəni ümumi baxanda yəni mənim doğrudan qanım donur. Mən artıq yalan olmasın bəlkə bir 7-8 ildir mən televiziyanı açmıram. Televizor ancaq atam gilə gedəndə görürəm ki, televizor fondan nəsə danışır özü üçün. Televiziyaya çıxmaq bizim postsovet məkanının tərbiyəsini almış insan üçün böyük bir nailiyyətdir. Ciddi deyirəm, bunu öz şəxsimdə belə hiss eləmişdim. Bundan qabaq mənim fəaliyyətimə qeyri-ciddi baxan insanlar mənim ictimai televiziyaya çağırıldıqdan sonra mənə halaldır sizə, siz televiziyaya çıxdınız. Və bu böyük bir nailiyyət deyil zaten. Yəni YouTube-da, Facebook-da 100 min, 200 min baxılsın. Yox, qeyri-ciddi bir şeydir. Amma Ciddi orada işlər 300 nəfər baxsın televiziyada, orada onu ciddi alqışlayırlar bəli. Çünki onlar elə bilirlər ki, hələ də televiziyaya çıxmaq üçün sən böyük filtrlərdən keçirsən. Yox. Bir şey deyim, biz indi bu kütlənin cəhalətindən danışdıq. İctimai siyasi elə bax burada da mənim üzümə bunu deyənlər çox olub. Şəxsi söhbətlərdə, dost, tanış, məsələn insanlar adətən müəyyən bir təhsil olan, müəyyən bir dünya görüşü olan insanlar Azərbaycan səviyyəsində təbii ki, nəzərdə tuturam. Qeyd edirlər ki, qardaş, sən elə tənqid edirsən bu kütləni, cahillik, dünyanın hər yerində həmişə belə olub da, sən də bilirsən ki, tarix boyu 80-90% adam cahil olub, 5-10% adam baş işləyib. Burada nə var ki, bizdə də belədir. Mən həmişə onlara deyirəm ki, fərq bilsiz nədir? Sənin kütlənlə, yəni cahil adlandırdığın kütlə ilə, normal qəbul elədiyin, başqa ölkədəki normal olan cahil kütlənin səviyyəsi arasındakı fərqdən gedir söhbət. Əlbəttə ki, sən hansısa bir, necə deyim, Alman professorla buradakı hansısa bir, deyək ki, təhsilsiz sıravi bir vətəndaşı biz müqayisə eləmirik. Amma biz onu müqayisə edirik ki, orada məsələn Alman, Polyak, nə bilim, deyək ki, İsveçli, məsələn, İtaliyalı gəlib hansısa qırmızı işıqda dayanır, amma sən sıravi vətəndaşın keçir. Və yaxud da ki, burada tutaq ki, piyada zolağı var. O 15 metr o tərəfdə piyada zolağına keçmir və yaxud da yer üstü keçir. Özünü atır magistral yolda, maşının altında ölür. Özünü və yaxud başqasını bədbəxt edir. Primitiv şeyləri, çox primitiv şeyləri bilmir. Yəni, bu milyonlarla nümunə vermək olar. Yemək yeyir, kağızı atır küçəyə. Və yaxud da ki, indi ictimai yerdə birisi cərimə var, siqaret çəkəcək. Yol gedə-gedə, və yaxud da avtobus sürür, siqaret çəkir. Tüsü arxadakı sərnişinə vurur. Tum çırtlayır, seriala baxır, avtobus sükan arxasında. Gəl gedək görək, Polşada, Almaniyada, Hollandiyada, İngiltərədə sükan arxasında tum çırtlaya seriala baxan avtobus sürücüsü varmı? Amma kim mənə qrup deyə bilər ki, cahil burada da cahildir, orada da ağıllı adam da, burada da ağıllıdır, orada da ağıllıdır. Elə deyil axı. Oradakı cahil Newtonun qanunu bilməyə bilər. Bilməyə bilər, amma avtobus sükan arxasında seriala baxıb tum çırtlama, siqaret çəkmə. Məsələ budur. Bizim də tənqid elədiyim, mən də tənqid elədiyim budur. Bizimki Newtonu da bilmir, onu da bilmir. Onu da bilmir. Bəli. Onu da bilmir. Bax bu böyük faciə, Newtonu böyük bilsin. dərddir bu. Amma heç olmasa primitiv şeyləri mən bu və çox üzr istəyirəm. Siz əgər irad bildirsəz, tənqid eləsəz yerində, anında, artıq siz necə deyim, siz vətən xainisiniz, siz düşmənsiniz. Sən kimsən də? Bura Azərbaycandır. Sanki az, yəni taksiyə minirsən deyir, niyə kəmər taxırsan? Qardaş, kəmər taxmalıyam. Mən kəmər taxanda məndən bir taksi sürücüsü incimişdi. Yox, qanun bunu deyir. Təhlükəsizliyim üçün sən əyləcə qəfil bassan, bir qəza şəraiti. Sən qoqa mənə davirət elə. Qardaş, mən səni tanımıram, mən sənə təbii ki də etibar edə bilmərəm. Sən əgərləri bu kəmər taxılan yerə o zaqluşka deyirlər də, boğucu. O boğucunu taxmısansa, demək ki, sənin məqsədin bəllidir ki, sən necəsə başqa bir şeylə məşğulsan. Mən də yəni yoxdur, başqa ölkələrdə belə. Həqiqətən. Yox, var. Postsovet məkan, ancaq sırf postsovet məkanlarında dediyimizdə bu Rusiyadır, Qazaxıstandır və s. bu ölkələrdə var, Ermənistan, Gürcüstan. Bu ölkələr əfsus olsun ki, həldə qalıb. Amma biz artıq Avropaya tərəf gedəndə görürük ki, o yoxdur. Təbii ki, Avropanın da öz mənfi cəhətləri var. Siz adama nə tənqid gəlir? Yəni sözlərindən təbii ki, açıq-açıq bu demirlər. Sən gedib bu ölkədən biz belə qanunsuz yaşamağı, qaydasız yaşamağı, biz bunu istəyirik. Xaosu, vəhşiliyi, barbarlığı bu norma budur. Sən dəli. Çıx get burdan, get başqa ölkəyə. Mən hardasa bir-iki həftə bundan qabaq bir sürücü ilə maşın gedə-gedə mübahisə yarandı.
Yəni adam əməlli başlı üstümə çıxırdı. Mən yəni cipdə idi. Sən deyir mən deyir görmürsən, gəlirəm, deyirəm görürəm. Sən mi görmürsən ki, mən bu yoldayım? Sən mənim yoluma çıxırsan. Mən bundan uzun uzadı zolağın nə olduğunu ona izah edirdim. Deyir, niyə zolaq deyirsən, palasa demirsən? Deyirəm, niyə palasa deyim? Mən Azərbaycanda yaşayıram, mən Moskvada qalmıram axı. Mən Bakıdayım, mən buna zolaq deyirəm və zolaq da deməm buna zolaqdan zolağa keçidi. Mən buna sayrışan işığı, qırıq-qırıq xətti bir izah edirəm ki, ay qardaş, sən bura keçmək üçün bunu. Ey qardaş, şey eləmə, demagogluq eləmə. Hə, məsələ budur və bunu sən istənilən bir insana da hardasa bir 4-5 il bundan qabaqdır. Mən gənc uşaqlara irad bildirəndə ki, bunlar energetik içkilərin dəmir bankalarını yerə atırdılar. Mən onlara irad bildirəndə ki, bunlar yerə atmayın da, yəni bunu hansısa bir xanım, hansısa bir işçi, xanım olmasın, adi bir adam olsun, bunu yerdən toplayır. Deyirəm, sabahsı gün sən gözünü açanda, hər tərəfində bunları görəndə, artıq buna qarşı bir irad bildirməyə sənin mənəvi haqqın olmayacaq ki, o zibil atanlardan biri də sənsən. Mən şiddətə əslində qarşı olan, subyektiv mövqeyim, şiddətə qarşı olan biri kimi deyim ki, bu insanların başa düşdüyü tək dil şiddətdir. Və mən ona görə düşünürəm ki, dövlət burada tənzimləyici rol oynamalıdır. Yəni dövlət məsələn tutaq ki, səki yol ilə, avtomobil yolu ilə nəqliyyat üçün nəzərdə tutulan zolaqlarla səki piyada yolu arasında çox ciddi baryerlər, çox ciddi belə deyək də dəmir qurğular qoyulmalıdır. Hər 1 kilometrdən bir polis əməkdaşları olmalıdır. Çox ciddi nəzarət olmalıdır. Çünki yenə deyirəm, burada artıq insan ölür. Başqasını belə deyək bədbəxt edir. Kimisə həbsə getməklə. Bunun bir çarəsi var. Mən bir keçmiş hüquqşünas olaraq deyə bilərəm. Bizim tipli xalqlarda yeri gəlmişkən o işlək modeli də var və bu işlək model də özünün nəticəsini göstərdi. Əvvəl yadınızdadsa avtobus zolağına girmək 20 manat idi və heç bir bal yox idi. Sonra 100 manat oldu 3 bal. Və 100 manat 3 bal olandan sonra artıq avtobus zolağına girmə faizi çox aşağı düşdü. Niyə? Çünki sən bir dəfə çaşıb girərsən də, da bundan əvvəl deyirdin ki, 20 manat da girim tez bazar şak şu keçim. Bu 20 manatlar artıq 100 manata çevriləndə bu adam fikirləşir ki, mən 500 manat maaş alıram misal üçün. Bu 300 manatı getdi şeyə boş-boşuna, həqiqətən boş-boşuna getdi ki, mən 5 dəqiqə tez gəlim. Çox üzr istəyirəm, şiddət deyəndə mən biraz mücərrəd mənada. Bildim. Yəni gedib yumruq təpiyə atmadan getmir. Bu cərimə özü şiddətin bir parçasıdır. 100 manat eləmək 200 manat elə o cərimə. Mən əslində qalsam onun tərəfdarıyam və onu faktiki olaraq gördüm ki, bəli, yerə siqaret bu çoxu deyirlər də, siqaret izmaritinə onu atan 300 manat, istənilən bir zibilə atan 300 manat cərimə olunur. Mən bunun tam tərəfdarıyam. Niyə? Mən artıq yerdə daha az siqaret izmaritlərini görürəm. Ağıllı kameralarla təsbit olunmalıdır. Bu insanlar və üzü ona gedirik yer gəlmişkən. Çində artıq bu sistem çoxdandır var. Azərbaycanda olsa bəsdən qalsa əla olar ki, yerindəcə bu adama cərimə gəlsə, bu 2 dəfə fikirləşəcək. Hətta bir dəfə yadındadır, işə doğru gedəndə Nərmanov tərəfdə 2 nəfər siqaret çəkə-çəkə gedirdi. Mən də bunların arxasından gedirəm. Yaxınlaşım onlara dedim ki, bax qabağı da sola dönəndə orada polislər durub sizi cərimələyəcəklər. Ona görə ziyana düşmək istəmirsinizsə minimum 50 manatdır da, səhv edirəmsə 50 manatdır gedə-gedə siqaret çəkmək, qeyri-müəyyən yerlərdə siqaret çəkmək, təyin olmamış yerlərdə siqaret çəkmək. Dedim, yəni məsləhətçi, pulunuz cibinizdə qalsın istəyirsə, gedin bax orada zibil qabı var, ged onun yanında siqareti çək, gəzə-gəzə çəkmə bir. İkincisi, elə orada siqareti söndür, at. Nəsə əvvəl şey elədilər, sonra dedilər, sən can qoy, həqiqətən bura çək. Çəkdilər, siqareti söndürdülər, normal insan balası kimi. Biz elə birlikdə onsuz da mən də o tərəfə gedirdim. Sola dönəndə, binanın sonuna dönəndə gördülər ki, bəli, həqiqətən polislər durub. Və orada reyd keçirirdilər. Qardaşlarım mənə dedi ki, qardaşım çox sağ ol, bizim 300 manatımız cibimizdə qaldı. Yəni pul qorxusu qanun qorxusundan daha və gələcək qorxusundan daha böyükdür. Artıq bu cərimələr yavaş-yavaş artır. Və ona doğru gedirik siz dediyiniz kimi. Yəni daha da artacaq, kameralar və s. İndi artıq bunu bu kütlə deyək də çox çalışıram ki, mümkün qədər efemizm qaydalarına riayət edeyim. Artıq bunu tənqid edirlər ki, bu və s. dövlət belə, hökumət belə cərimələr artıb. Qardaş, başqa yolu yoxdur. Sən bunu Dubayda eləyə bilərsən denən. Sənin başa düşdüyün başqa dil yoxdur. Məsələ odur. Yoxdur. Mədəniləşmək üçün məcbur sənə bu tətbiq olunmalıdır. Gəl eyni şeyi həmin o deyən adamları aparaq Dubaya. Ən bariz nümunə Dubaydadır. Dubayda sən
təsadüfənmi və yaxud da qəsdənmi heç bir fərq etmir. Sən siqareti çəkib, siqareti qoydun bura, adi zibili yerə atsan, kameralar onu tutur onsuz da. Hər ətrafda da siz heç vaxt polisi görməzsiniz orada. Polis sadəcə hər hansı bir problem olanda ortalığa çıxır. Hər yerdə nəzarət var. Siz zibili yerə atsaz, minimum $250 cəriməsi var. Minimum. $250. Yəni $250 oradakı qazanc səviyyəsi ilə buradakı ilə eyni deyil. Amma yəni $250 sən orada, yəni orada bu olanda normaldır və yaxud da ki qırmızıda keçmə orada birbaşa olaraq sürücülük vəsiqəsindən səni məhrum edirlər. Özə vaxt da ver, yəni müəyyən o əvvəlcədən məsəl üçün protokol tərtib olundu, cərimə edir, 2 həftə vaxt verir. Ödəmədiyi 2 həftə ərzində məsuliyyətə cəlb. Bəli, dərhal. İnzibati qaydada ciddi şəkildə tədbir görülməlidir. Məsələ ondan ibarətdir ki, bu cür şeylər, ümumiyyətlə mən biraz misalı bəlkə də sərt verəcəm. Alman cəmiyyətinin belə disiplinli olmasının səbəblərindən biri də Adolf Hitlerdir. Tamamilə razıyam. Adolf Hitlerin mən çünki o barədə araşdırmanı aparmışdım. Deməli, əgər kimsə Almaniya küçələrində növbədən kənar özünü soxmağa çalışırdısa, SS zabitləri onu gördüyü anda yerində güllələyirdilər. Ya da ödəməni eləmirdisə. Və ödəməni. Hətta bir fakt olmuşdu. Orta yaşlı bir gənc kinolentlə, barabanla tramvaya minmək istədiyi anda tramvayda olan Alman zabit onu yerindəcə güllələyib. Niyə? Çünki qanun var idi. Kinolent ən tez alışan bir materialdır və orada və ona görə də qadağa vardı tramvaya, hansısa bir ictimai nəqliyyatlara, müəyyən bir ictimai nəqliyyatlara minə bilməzsən. Çünki orada qığılcımlardan birbaşa asılı var, şey yoxdur, zazimliyində torpaqlama və s. olmadığına görə onun yanma ehtimalı var deyə icazə vermirdilər tramvaya. Və Alman zabiti yeniyetməni öldürüb. Türkcədə bir söz var, yaka paça. Yaka paça aparıb şöbədə 10 gün onu fiziki bir şəkildə incitmək olar. Əslində, yəni fizikaya da ehtiyac yoxdur. Elə birbaşa olaraq bunun əlində nə qədər pulu var? 300 manat pulu var. Tamam, 300 manatını alsın. Bir cərimə 500-dürsə, başqa nə əmlakı var? Yerindəcə müsadirə edəndən sonra bu adam ağıllanır. Çünki bizdə belə bir şey var, belə bir ifadə var, çox məşhur, deyir, bizimkinin deyir, canını al, pulunu alma. Bəli. Yəni adam həqiqətən də onda mədənləşəcək. Onda bəlkə bu ona gətirər ki, biz bir fikirləşərik, analiz edərik, təhlil edərik, avtobus yoluna girmərik, piyadaya yol verərik və yaxud da özümüzü piyada keçidinə atmarıq, sola, sağa baxarıq. Və yeri gəlmiş ki, ən böyük problemlərdən də biri budur. Bunu mən hələ özüm keçmiş belə deyək, hüquqda yəni işləyən bir insan kimi bunu deyə bilərəm ki, bu bir qanun var ki, o dəyişsə məncə yaxşı olar. Çünki sürücü istənilən halda səhvdir. İstər təsadüfən vursa da. Ehtiyatsızlıqdan adam öldürməklə bəli. Yəni amma biz yaxın ölkələrin bu praktikasını görürük ki, Rusiyada da var, Türkiyədə də bu var. Sürücü heç bir məsuliyyət sürücü məsuliyyət daşımır. Əgər insan birdən-birə gecənin ortası atır özünü qəfildən yola, hələ mən işıqlandırmanı falan keçirəm ki, işıqlandırma olsa, bəzi yollarımız var ki, günü bu gün Fəhlə prospektində hələ də yoxdur, işıqlandırma yoxdur. Əlqərəz mövzumuz da deyil. Sadəcə hər hansı bir piyada qəfildə infrastrukturda da problem var. O ayrı bir müzakirə mövzusudur, amma yenə də özünü kimsə atır, gün ortaçağı birdən-birə atdı özünü və sən həqiqətən də reaksiya sürətini ona imkan vermir. Hətta ekspertizaya belə versən və s. sən günahkarsan. Bu qanun dəyişildiyi gündən etibarən sabahsı gündən bütün piyadalar olacaq quzu balası. Bunu mən cavabdehəm doğrudan. İnfrastruktur həqiqətən indi yenə deyirəm bunu çox qısa, sadəcə çünki hal-hazırdakı müzakirəmizin mövzusu deyil. Keçən dəfə Səki o qədər dardır ki, bir adam ancaq yeriyə bilər də, bir vətəndaş. Arxadan bir xanım uşaq arabası ilə gəlir və döngə var belə əyri, hadisə bir 45 dərəcə kimi də. O döngədə səki bitən kimi olur. Artıq sən o araba ilə oradan keçə bilməzsən. Sən mütləq şəkildə düşməlisən yola, avtomobil yoluna və 5-6 metr sonra yalnız yenidən səkiyə çıxa bilərsən. Belə gedirdim, qəfil düşündüm ki, mən indi bir xanımın yanından keçdim arabayla. Mən ora çatanda baxdım, gördüm ki, mən yola çıxmalıyam. O dönərcədə qəfil düşündüm ki, bu xanım da çıxmalıdır yola və arabayla çıxmalıdır. Bir 15 metr irəli getdim, döndüm geriyə baxdım.
gözlədim ki, o yəni xanıma bəlkə indi ola bilər kömək lazımdır. Mən təbii ki, dərhal o ağılla yox ki, bu maşın vuracaq mı? Dedim bəlkə köməyə ehtiyacı var və s. Dönüm baxdım, gördüm ki, düşdü. Yola düşdü, artıq köməyə ehtiyacı yoxdur. Amma o döngədə də sürətlə nəqliyyatın şeyi var, axını var. Yəni avtomobillər kimsə telefona baxar, başı qarışıq olar, o xanımı elə araba ilə uşaq qarışıq vura bilər. Bəli. İnfrastrukturda da problem var. Bəli. Vətəndaşın mədəniyyətində də problem var. Yəni kimsə düşünməsin ki, biz ancaq vətəndaşı günah. Təbii ki, burada infrastruktur çox böyük problem var. Çünki mən normalda mənim yoldaşım o vaxt hələ uşaq arabasında olanda məni döyə-döyə çıxardırdı Bakıda harasa uşaq arabasından gəzməyə. Mən Dubayda səhər saat 8-dən axşam saat 9-a qədər dayanmadan uşaq arabasına gəzirəm. Çünki hər yerdə panduslar var. Hər yerdə rahatlıqla mən və lift var, nəsə var. Tural bəy özünü öldürür. Hər yerdə bu barədə danışır ki, qardaş bu panduslar niyə yoxdur, ayna hara baxır filan ki. Əslində qalsa düzdür. İnfrastrukturda da problem var. Çünki o da eyni bizim adamımızdır, Azərbaycanlımızdır. O da fikirləşməlidir. Hər hansısa ümumiyyətlə bir anı yaratmalısansa, o anın prosesini 4 dənə balaca yerə bölməlisən. O balaca problemləri həll etməlisən. Hər bir şey strukturlu şəkildə olmalıdır. Bizdə bu problem var, bunu həll edək. Digərləri qaldı. Yox da, yəni biz struktural şəkildə yanaşsaq, heç bir problemimiz olmayacaq və hər hansısa bir narazılıq da olmayacaq. Biz sadəcə olaraq Azərbaycanlılar, bu psixologiyada olan şəxslər hesabat yönümlü yox da, nəticə yönümlü yaşamağa başlasalar hər şey hal olacaq. Mən siqaret çəkən deyiləm. Qarşımda adam gedir, vətəndaş gedir və siqaret çəkir. Tüsü arxaya mənə vurur. Bir cavan oğlan idi. Mən bu yaxınlarda, bilmirəm, indi 2 həftə olar, 10 gün olar. Yaxınlaşdım, dedim ki, vətəndaş, zəhmət olmasa bir yerdə dayanın, orada çəkin də. Mən çəkən deyiləm, məni narahat edir ki, bunun cəriməsi var. Cəriməsi var, yəni qadağandır. Və mənə belə xoşdur. İndi mən burada ifadə eləməyəcəm. Ondan artıq mən onun baxdım ki, ondan qeyri-etik başqa dildə, qeyri-etik dildə onu artıq başa saldım və o başa düşdü ki, başqa artıq ifadə işlətməməlidir və sustu. Sustu və dayanmalı oldu. Mən də yoluma davam etməli oldum. Amma çox yaxşı olardı ki, mən onu mədəni şəkildə, normal vətəndaş deyib yaxşı olardı ki, bu problem ümumiyyətlə olmasın. Təbii ki, olmasın. O ideal senaridə. Amma madam var, mən xahiş eləmişəm mədəni şəkildə, zəhmət olmasa siz, bəs narahat eləyir məni, qayda var, qanun var. Mənə belə xoşdur, təbii ki, sənə elə xoşdur, onda sən də bu dildə danışacağam. Bu dildə danışandan sonra da irəli gedə bilmədi. Yəni bu yerə gəlməməlidir məsələ. Bu qədər iyrəncləşməməliyik. Çirkinləşməməliyik. Mədəniləşmək üçün əslində bizim özümüzün də bir təşəbbüsümüz olmalıdır. Məsələn, elmdə də əvvəl bir şey olub da, məsələn, mikroskopdan qabaq bir məraq var idi. Türkçə dedib məraq. Teleskopdan qabaq bir təəccüb var idi. Yəni bir elmdən qabaq bir fəlsəfə var da, bir düşüncə var, bir sual var. Əvvəl ibtidai insanlar deyirdi ki, göy guruldayanda Allah şüsənib, Tanrı qəzəblənib. Sonra biri çıxdı sual verdi ki, qardaş bu göy niyə guruldayır? Artıq elm başladı, ondan sonra ona cavab tapmağa çalışmağa. Hər şey o belə düşüncədən, birinci o təşəbbüsdən, bəli, təhlildən, o insani olandan gedir. Hər şey oradan başlayır. Ümid edirəm ki, bizdə də bu mərhələyə biz bu yaxınlarda səhv eləmirəmsə millət vəkillərimizdən biri demişdi ki, xatırlamıram hansı, Azərbaycanda maarifçilik tamamlanmayıb. Yəni o maariflənmə prosesi tamamlanmayıb dedi. Yarımçıqdır hələ ki. Çox doğrudur. Mən ümid edirəm ki, o maarifçilik prosesi tamamlanar və burada Vüsallar, Cavanşirlər və s. artıq burada bir okeanda bir damcı olar. Yəni təbii ki, o bir damcı belə bizə şərəfdir, qürurdur o öz yerində, amma ümid edirəm ki, bu proses bizim düşündüyümüzdən daha tez sona çatar. Təşəkkür edirəm. Mən təşəkkür edirəm Cəfər. Nəsə bir əlavə sözünüz, mesajınız? Bu həmişə dediyim kimi hər sözləri qızıla bənzər insanın sözlərinə inanmayın. Qarşınızdakı insan yaşlı olsa, müdrik görsənsə belə onun sözlərini belə sorğulayın. Cəlal Şəngör deyir, test edəcəksin. Test edəcəksin. Deyir, mənə deyir, hoca yox, mənə Cəlal söyləyəcək. Mənə Cəlal deyəcəksin. Ona görə sorğulayın. Kim olur olsun, qarşınızdakı insanın 2+2 bərabər olduğunu belə sorğulayın. Həqiqət məhz ordadır. Təşəkkür edirəm bir daha. Çox sağ olun. Bu günlük bu qədər.